döyüş değildi. Bunlar gedib orada at sürmeye göndermemişler, döyüşmeye göndermişler de gedib döyüşüp geldiler. Ve bizim o veteranların düzdür, sayı çoxdur, 200 minə qədər müharibə, indi qazi deyirlər, veteran deyirlər, birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi. Təbii ki, burada şirdilmələr də var, təbii ki, burada yalan hallar da var, bunları da qəbul edirik. Amma bununla yanaşı o verilən 80 manat müavinət heç olmasa bir dəfə 20 manat artırsın, bir 100 olsun. Hər dəfə bizi görəndə bunlar xahiş edir, bir 30 manat əlavə olunsun. Çünki bu verilmişdi o vaxt ki, bu sosial onların demək kommunal xərclərinin ödəlməsi. Qaz da qalxıb, avtobus qalxıb, metro qalxıb, su qalxıb, lift qalxıb. İndi o vaxtı təmin eləyirdik də, bu vaxt təmin eləmirək. Bir nəfərin təmin olunması üçün bir balaca bunun artımına ehtiyac var. Yenə deyirəm, bəlkə bunun bir 30% elə adın yazdırıb, sərhəd bölgəsində olub adın yazdırıb. Amma həqiqətən burada əziyyət çəkənlər də var, döyüşənlər də var.